Salam, hər vaxtınız xeyir, hörmətli tələbələr və dəyərli yoldaşlar. Bu gün sizlərlə sonuncu imtahanda 16 iyul 2026-cı il Dövlət Qulluğu imtahanında düşən qrafik məsələsinə baxacağıq. Bu məsələ həm qrafik, həm işçi və hovuz məsələlərinin birləşməsindən ibarətdir. Deməli, bu məsələmizdə yazılıb ki, 5 su nasosu bir yerdə hovuzu 3 saata boşaldandan sonra 3 nasosu bağladılar. Qalan 2 nasos bütün hovuzu boşaldana qədər işləməyə davam etdi. Bir nasos hovuzu nə qədər vaxtı boşaldır? Deməli, biz bir nasosun hovuzu ümumi neçə dəqiqəyə boşaltdığını və ya neçə saata boşaltdığını bilmədiyimiz üçün qiyməti götürürük x. Bəs bizim ümumi saatımız x-dırsa, bir nasosun ümumi saatı x-dırsa, bunun bir saatlıq fəaliyyəti nə qədər olur? Olacaq 1 bölünsün x. Bu bizim oldu bir nasosun bir saata gördüyü iş. Və bu nasosdan 5 ədəd var. Neyinirik? Vururuq 5-ə. Və biz buradan alırıq ki, 5 nasosun 1 saata gördüyü iş olur 5 bölü x. Və bizə deyir ki, bu 5 dənə nasos 3 saat işləyib. 5 nasosun 1 saatlıq işi 5 bölünsün x olduğu üçün və 3 saat işləyirlər deyə vururuq 3-ə. Və biz bilirik ki, 5 dənə nasos 3 saata nə qədər işləyib? 15 bölünsün x. Bu bizim 5 nasosumuzun 3 saata işləməyidir. Və deyirlər ki, nasoslardan 3 dənəsi bağlanıb, yerdə qalıb 2 dənəsi. Yoldaşlar, bizim 3 nasosumuz bu qədər işi gördü. Əla. Elə bir ki, bu qədər hissə boşaldıldı. Bir dənə bütöv tam hovuzumuz var idi. Görülən işimiz 15 bölü x-dır. Yerdə qalanı neçədir? Çünki qalan 2 nasos ardını davam eləyəcək də, yerdə qalanı davam eləyəcək. Mən burada qalan işi tapmaq üçün birdən çıxaram 15 bölü x-ı. Yerdə qalan qalığım mənim üçün olacaq x minus 15 bölünsün x. Bu mənim nə oldu? Qalan hovuzum. Hovuz. Və mənə deyir ki, yerdə qalan 2 dənə nasos var. Bax, 3 dənəsi bağlandı, ikisi qalıb axı. 2 nasosun 1 saatlıq işi nə qədər idi? Bax, 2 nasos deyir. Naxadı gedirəm birinci növbədə 1 saatlığını tapıram. Olur 2 bölünsün x. Deyir, yerdə qalan 2 nasos işləməyə davam eləyib və hovuzun qalan hissəsini boşaldıb. Qalan hissə nədir? X minus 15 bölünsün x. Və bu qrafik bizim üçün nə işə yarayır? 3 nasos buraya qədər işləyib. Yerdə qalan 2 dənə nasos yekunda 8 saata qutarıb. Ümumiyyətlə 3-cü saatda dayanıb 3 dənəsi. Yerdə qalan 2 nasos hovuzu neçə saata boşaldıb? 5 saata. Və sənin 2 nasosun 1 saatlıq işi 2 bölünsün x idi. Və ümumi yekunda 5 saata boşalıb axı. Vurursan 5-ə, nəyi boşaldıb? Qalan hissəni. Qalan hissəyə də bərabər edirsən. İndi 2 vur 5, 10 bölünsün x bərabərdir. X minus 15 bölünsün x. Məxrəclər eynidir deyə ixtisar gedir. Qalır x minus 15 bərabərdir 10. X bərabərdir 25. X nə idi? Bir nasosun ümumi gördüyü saat. Yəni misalımızın cavabı bizə demir ki, bir nasos hovuzu nə qədər vaxtda boşaldar? 25 saata. Misalımızın həlli bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi şərhlər hissəsində yazmağı unutmayın. Videonu bəyənib kanala abunə olun. İndidən təşəkkür edirəm. Sağ olun. Allah'a əmanət olun.